Siz bilirsinizmi? Əslində, xəritələrdə göstərildiyi kimi ölkələr o qədər də böyük deyil. Məsələn, ekvator xəttindən nə qədər ölkə uzaqlaşıbdırsa, o qədər böyük görsənir. İndi sizə mən bunu nümunələrlə göstərməyə çalışacağam. Birinci nümunəmiz İndoneziya. İndoneziya sahəsi 1.904.569 km²-dir. İndoneziya cənubda digər ölkələrə nisbətən çox da böyük ölkə kimi görsənməyə bilər. Amma İndoneziyanı uzunluğuna görə qiyaslayırıqsa, Mərakeşin Atlantik Okean sərhəddindən Səudiyyə Məkkəyə qədər uzanır. Və yaxud da Mərakeşdən Manhattana qədər uzana bilir. İndi növbəti ölkəmiz Avstraliyadır. Avstraliyanın sahəsi 7.692.024 km²-dir. Avstraliyanı indi Rusiyanın üzərinə qoyub baxarıq. Avstraliyanın əsl sahəsini indi belə daha diqqətlə görə bilərik. Növbəti ölkə Kanadadır. Kanadanın sahəsi 9.984.670 km². Kanadanı indi digər ölkələrin yanına aparaq baxaq. Kanada uzaqdan baxanda Afrikanın şimali böyüklüyündə görsən. İndi Kanadanı Afrikaya aparaq. Əslində Kanadanın böyüklüyü bu qədərdir. Növbəti ölkəmiz Əlcəzairdir. Bəlkə də çoxumuz Əlcəzairi tanımırdıq. Amma Əlcəzair Afrikanın ən böyük ölkəsi, iqtisadiyyatına görə də Afrikanın ən böyük 3-cü ölkəsidir. Əlcəzairin sahəsi 2.381.741 km²-dir. İndi Əlcəzairi Kanada və Rusiyanın üzərində baxaq. Əlcəzair hardasa Labrador yarımadası böyüklüyündədir. Və yaxud da Qrenlandiya ilə baxanda Qrenlandiya boydadır təxminən. Rusiya ilə baxanda Rusiya hələ də Əlcəzairdən böyük olsa da Əlcəzair həqiqi böyüklüyünü belə görmüş olduq. Növbəti ölkə Braziliyadır. Braziliyanın sahəsi 8.515.767 km²-dir. Kanada ilə Braziliya Kanada ilə arasındakı fərq çox da böyük olmamalıdır. Afrika ilə Braziliya. Afrikanın yanında hələ də balaca qalır. Növbəti ölkəmiz Rusiyadır. Rusiyanın sahəsi 7.098.242 km²-dir. Rusiya təxmini Afrika böyüklüyündə görsənir. Amma Rusiyanın Afrikanın üstünə qoyanda Afrikanın hələ yarısı boyda belə görsənmir. Rusiya Cənubi Amerika qitəsinə yaxın böyüklükdədir məncə. Növbəti ölkəmiz Hindistandır. Hindistan sahəsi 3.166.414 km²-dir.
Rusiyanın üzərinə qoyanda Hindistanın böyüklüyünə daha çox diqqət etmək olar. Əsl xəritələrdə böyüklüyünü görmək çox çətindir. Növbəti ölkəmiz Azərbaycandır. Azərbaycan sahəsi 86.600 km²-dir. Azərbaycan böyük olduğu bəzi Avropa ölkələri var. Bosniya-Hersegovina, Slovakiya, Sloveniya, İsveçrə. Heç bilirdinizmi? Belçika, Niderland və Lüksemburqun sahələrinin cəmi Azərbaycan sahəsindən azdır. Kanalımızı izlədiyiniz üçün sizə təşəkkür edirik. Kanalımıza abunə olmağı, like atmağı və bildirim zilini açmağı unutmayın.